Bugün studiyamızda çox hörmətli akademikimiz İradə xanım var. İradə xanım, mən sizi salamlamaq istəyirəm. İradə xanımın titullarını saysam bitməz, amma bir neçəsinin adını çəkmək istəyirəm, vurğulamaq istəyirəm. Ən əsası İradə xanım bizim bütün dünyada tanınan, amma bir Azərbaycanlı həkimimizdir. İradə xanım ümumdünya səhiyyəsinin aparıcı mütəxəssislərindəndir. İradə xanım Avropa Təbiət Elmləri Akademiyasının akademikidir. Amerika York Universitetinin tibb elmləri üzrə fəlsəfə doktorudur. Oxford Akademik İttifaqının fəxri professorudur. Türkiyə onurğa xəstəlikləri uzmanıdır. Daha nələr. Amma sonunda İradə xanım Azərbaycan xalqına xidmət göstərən Azərbaycan səhiyyəsinin nümunəvi həkimlərindən biridir. Bayramınız mübarək, doktor. Mən də hamını salamlayıram. Mən bir həkim kimi fürsətdən istifadə edərək bu Ramazan bayramı, ümumiyyətlə mart ayı bayrama qarışdı. Əvvəl çərşənbə, sonra 8 mart, ondan sonra Novruz bayramı və üstəlik də Ramazan bayramı. Bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Amma bir həkim kimi buna öz fikrimi bildirmək istəyirəm. İnsan bədəni ruh və cisimdən ibarətdir. Bəli. Həm bu Ramazan bayramında ruhun təmizlənməsi də həyata keçdi. Həm də cismani təmizlənmə həyata keçdi. Cismani təmizlənmə nə cür? Yəni, insanlar bilməlidirlər ki, kim oruç tuta bilər, kimlərə isə bu yasaqdır. Bunu dəqiq bilməlidirlər. Çünki onlar elə insanlar var ki, onlar mütləq həkim məsləhətindən sonra, müayinədən keçəndən sonra oruç tutmalıdırlar. Yəni, səhər tezdən bəzən qalxa bilməyəndə təkcə su içərək, axşam yeməyə dayanacaqsa, 15 gündən sonra artıq səhhətində problem yaranacaq. Belə ki, kimlər oruç tuta bilər, kimlər? Gəlin baxaq. Deməli, bu oruçluq bayramında, Ramazan bayramında cismani olaraq biz nə əldə eləyirik? Birinci, maddələr mübadiləsi normala gəlir. Sonra yağ, piy, biraz itkisi yaranır. Sonra təsəvvür eləyin ki, qaraciyər, ürək-damar sistemi, tənəffüs sistemi, sonra böyrəklər, bunların hamısında bir təmizlənmə, bir rahatlanma əmələ gəlir. Amma hansı insanlar ki, insulin dirənci də azalır, xolesterin də azalır, piy distrofiyası da sorulur, insanın çəkisi də azalır, immuniteti də azalır. Çox müsbət effektləri var, bunu bilir hamı. Amma elə ki, şəkərli diabet biraz aşırı dərəcədə, eyni zamanda ağciyər ürək çatışmamazlığı varsa, böyrək problemi varsa, dializli xəstədirsə, qaraciyəri problemlidirsə, mədə problemi, mədə xorası, 12 barmaq bağırsaq xorası varsa, bu insanlar mütləq həkim müayinəsindən sonra, əlbəttə ki, hamı istəyir ki, bu Ramazan bayramında bunu oruç tutsun. Amma həkim müayinəsinin məsləhətləşərək oruç tutarsa, o daha fəsadsız olar, daha yaxşı olar. Təsəvvür eləyin ki, biz onurğa mərkəziyik və insan 15 gün dözür. Amma 15 gündən sonra baxırsan ki, artıq taqəti yoxdur. Ona görə də belə bir vaxtda mütləq həkimə məsləhət etmək lazımdır. Mütləq həkimə məsləhət eləyib sonra başlamaq lazımdır. Bu, bunun cismani tərəfi. Amma ən güclü tərəf mənəvi tərəfidir. Yəni, elə insanı saxlayan o mənəvi tərəfidir. İnsan yeməklərdən gündəlik bir ay müddətində
gözü görə-görə o yeməklərdən nəfsini geri qaytarırsa, nəfsinə hakim yeməkdən olmaq, deyil, eyni zamanda qeybətdən, necə deyim, şeytanın vəsvəsəsindən uzaq durursa, yəni mənəvi uzaq dura bilirsə, mənəvi təmizliyə gedir. Cisimlə ruhun mənəvi təmizliyi insanı tam kamilləşdirir. Tutaq ki, insan mənəvi cəhətdən çox dəyərli, mənəvi cəhətdən zəngin, əməl salih bir insandır. Amma elə ki, cismani cəhətdən nasazdır, o tamamlanmır, insan çökür. Amma həm cismani, həm mənəvi cəhətdən normallaşırsa, mənəvi yüksəkliyə çatırsa, yəni mən orada sadalamadım, mənəvi keyfiyyətləri daha çox dəyərlidir insana. Hər cəhətdən baxışı da, yerişi də, geyimi də, oturuşunu da, hər bir şeyi idarə eləyəcəksə, bu bir ay ərzində ən azı, həm də cismani cəhətdən də kamilləşəcəksə, mənəvi cəhətdən kamilləşəcəksə, nə deyim, dünya gözəl olur, çox gözəl olur insan üçün. Allah sizdən razı olsun, professor, var olasınız, bayramınız mübarək olsun.